Ermənistanın baş naziri Nikol Paşinyan seçki qabağı kampaniya zamanı Qarabağdan köçmüş ermənilərə yönəlmiş diqqət çəkən və sərt açıqlama verib. Paşinyan Abovyan şəhərində çıxışında Qarabağ ermənilərinin illərlə siyasi məqsədlər üçün istifadə olunduğunu qeyd edib. Abovyan çox sayda Qarabağdan gəlmiş ermənilərin yaşadığını xatırladan Paşinyan bunları deyib. Əziz Qarabağlılar, sizi 30 il girov saxladılar. Məqsəd həm sizi, həm də bizi Ermənistan dövlətçiliyinin məhv edilməsi üçün istifadə etmək idi. Paşinyanın fikrincə, Qarabağ məsələsi Ermənistanın zəiflədilməsi və ölkənin parçalanması üçün alətə çevrilib. Paşinyanın sözlərinə görə, hazırki hakimiyyət bu prosesi dayandırıb və Ermənistanın suverenliyini qoruyub.